Salam dostlar. Bugün qızılı və avro dolları analiz edəcəyik. Deməli bildiyimiz kimi keçən həftə qızılın qiymətində təxminən 20%-ə yaxın aşağı yönlü sərt bir eniş olmuş oldu. Həmçinin gümüşün də qiymətində hətta 40% eniş olmuş oldu. Yəni tarixi zirvəsindən bir anda 20% və gümüşdə isə 40% kəskin bir eniş olmuş oldu. Və bu da bir çox insanda belə deyək, qorxu yaratdı. Həmçinin bir çox traderin pozisiyaları likvidasiya olmuş oldu və yaxud da ki bəzi traderlarda belə deyək, qızılda artıq eniş trendinin başladığını yazdılar və yaxud da qızılda düşüş olacağını düşünürlər. Halbuki fundamental olaraq biz baxsaq, hal-hazırda qızılın qiymətinin düşməsi üçün hər hansı bir fundamental səbəb yoxdur ki, bunu biz indi görəcəyik. Birinci, qızılın və gümüşdə olan aşağı yönlü sərt korreksiyanın səbəbinə diqqət yetirək. Bildiyimiz kimi ümumiyyətlə maliyyə bazarında əslində standart kənarlaşma dediyimiz o volatilliyi, yəni ortalamadan nə qədər uzaqlaşmağını bazardakı ümumiyyətlə statistik olaraq standart kənarlaşma ilə ölçürlər. Və əslində keçən həftələr, yəni keçən son 2-3 həftə ərzində bazarda əslində sigma 6 hadisəsi dediyimiz ortalamadan kəskin bir uzaqlaşma müşahidə edilmişdi ki, hansı ki belə bir standart kənarlaşmanın bir anda fərqli-fərqli bazarlarda eyni vaxtda olması əslində çox nadir görülən bir hadisədir. Bu nə deməkdir? Sadə dildə izah etsək, tutaq ki, qızılın qiyməti məsələn bu gün üçün qızılın ədalətli qiyməti deyək, fair value və ortalama qiyməti desək, 5048 dollar və yaxud da ki 5022 dollar ətrafındadır təxminən. Bu qızılın bu gün üçün ədalətli qiymət zonasıdır. İndi qızılın qiyməti bir anda bu səviyyədən gəlib məsələn 6000 dollara, buralara 5700 və 6000 dollara anidən yüksələrsə, bu statistik olaraq çox aşağı ehtimallı bir hadisədir. Buna sigma 5 və ya sigma 6 hadisəsi deyə bilərik. Belə olan halda, fərz edək ki, qızılın qiyməti bu hissəyə gəldisə, artıq bu nöqtədən alıcılar tapılmır, alıcıların sayı azalmağa başlayır. Çünki bu nöqtədən artıq qızılı almaq çox riskli sayılır ki, belə deyək, o peşəkar traderlər bunu bilir ki, həddən artıq uzaqlaşma var. Bu hissədən artıq qızıl almaq olmaz. Qızılda bir aşağı yönlü korreksiya olması lazımdır. Ən azı onu gözləyirlər. Bir digər tərəfdən də qızılda həddindən artıq, yəni sigma 6 hadisəsi baş veribsə, mənfəətdə olanlar öz pozisiyalarını bağlayır. Oradan belə deyək, qızıla aşağı yönlü bir təzyiq gəlir. Bir digər tərəfdən isə satış pozisiyasına daxil olurlar ki, bu da qızılın qiymətini aşağı yönlü təzyiq etmiş olur. Eyni ilə gümüşdə də həmin hadisə baş vermişdi ki, sigma 6 hadisəsi dediyimiz hadisə baş vermişdi və belə olan halda artıq qızılda aşağı yönlü korreksiya qaçınılmaz olur. İndi gəlin baxaq görün qızılda əslində fundamental olaraq eniş trendi başlayıbmı? Xeyr. Niyə görə? Çünki hal-hazırda bildiyimiz kimi Amerikanın borc problemindən dolayı dolların ucuzlaşması qaçınılmazdır. Biz bunu dəfələrlə demişik. Dollar uzun vədədə ucuzlaşmağa davam edəcəkdir. Dollar ucuzlaşırsa, təbii ki, dollarda olan əssetlərin də dəyər itirmiş olur və belə olan halda investorlar qızıla yatırım etmiş olurlar. Bir digər tərəfdən son olaraq Çin öz banklarına Amerikan xəzinə istiqrazlarının alımını dayandırmağı və hətta məhdudlaşdırmaqla bağlı belə deyək göstəriş verib. Bu da əslində belə deyək qlobal maliyyə bazarlarının əsas təhlükəsiz limanı hesab olunan Amerikan xəzinə istiqrazlarının belə deyək risklərini artırmış olur və belə olan halda investorlar daha çox qızıla meyl etmiş olur. Və qızılı alan əsas oyunçular mərkəzi banklar, fondlardır. Və onlar da durmadan qızıl alışını artırırlarsa, təbii ki, qızılda hələlik aşağı yönlü trend gözləmək belə deyək sadəlövhlük olardı. Və bu baxımdan qızılda əslində hər aşağı yönlü korreksiya alış üçün bir fürsətdir. İndi qızılda nə zaman alışa girmək və nə zaman çıxmaq məsələsini bizə texniki analiz göstərir. Texniki analiz nöqteyi nəzərindən bizim sistemimiz əslində 6 fevralda alış siqnalı vermişdi. Belə ki, həmin günün birinci müqavimət səviyyəsi qırılmış və qiymət həmin səviyyənin üzərində bağlanmışdı. Bu da bazara alıcıların daxil olduğunu göstərir və 9 fevralda da qızıl yüksəlişdə davam edib. Bu gün içərisində qızılın qiyməti bu günün birinci dəstək səviyyəsi olan 4986 dollar səviyyəsinin qırılma altına bağlanmazsa, biz qızılda yüksəlişin davam edəcəyini söyləyə bilərik. Avro dollarla bağlı isə dünən avro dollarda əslində kəskin bir yüksəliş oldu. Çinin həmin qeyd etdiyim kimi Amerikan xəzinə istiqrazlarının alışına məhdudiyyət gətirməsi ilə bağlı açıqlamadan sonra dollarda kəskin bir eniş, avro dollarda isə yüksəliş müşahidə edildi. Bu gün içərisində avro dollarda əslində range ticarəti gözləyirik və aşağı yönlü bir korreksiya olacaq böyük ehtimalla. Və avro dollarda da əslində yüksəliş trendi dominantdır. Lakin bu gün üçün qeyd etdiyim kimi avro dollarda bir range ticarəti və aşağı yönlü korreksiyanı gözləyirik. Fundamental xəbərlər baxımından bu həftə əslində çox qaynar bir həftə olacaq. Bu günlərin Amerikada pərakəndə satışlar açıqlanacaq. Lakin əsas xəbər sabahdır. Sabah Amerikada diqqət yetirin non-farm payrolls, yəni qeyri-kənd təsərrüfat sahəsində olan iş yerlərinin sayı ilə bağlı xəbərlər açıqlanacaq. Yanvar ayında 70 min yeni iş yerinin açılacağını proqnoz edirlər. Əgər nəticə bunun altına gələrsə, bu o deməkdir ki, əmək bazarında hələ də problem davam edir. Bir digər tərəfdən də ümumi işsizlik səviyyəsinin 4,4% olacağı proqnoz edilir. Bildiyimiz kimi uzun müddətdir ki, Amerikada ümumi işsizlik səviyyəsi 4%-in üzərindədir. Halbuki bu federal ehtiyatların hədəf səviyyəsinin üzərindədir. Və bu işsizlik səviyyəsini aşağı çəkmək üçün federal ehtiyatların faiz dərəcəsini bu il 2 dəfə aşağı salacağı proqnoz edilir. Yəni faizləri aşağı salaraq, bir mənada kreditləri ucuzlaşdıraraq bazarda genişləndirici pul siyasəti yeridirək iqtisadiyyatı canlandırmaq istəyirlər ki, əmək bazarında ümumi işsizlik səviyyəsi aşağı gəlsin. Yəni ümumi işsizlik səviyyəsi və non-farm payrolls-dan göstəricə neqativ gələrsə, bu əslində dolların ucuzlaşmasını daha da sürətləndirə bilər. Bir digər xəbər də inflyasiya ilə bağlı xəbərdir. Diqqət yetirin, inflyasiyanın 2,5% olacağı proqnoz edilir. Halbuki bir öncəlikdə 2,7% açıqlanmışdı. Yəni inflyasiya azalırsa, işsizlik artırsa və ya işsizlik azalmırsa, o zaman federal ehtiyatların qeyd etdiyimiz kimi faizi azaltması qaçınılmaz olur və belə olan halda da təbii ki, dolların ucuzlaşması
və inflyasiyanın artması fonunda da qızılın yüksəlməsi, digər əmtəələrin yüksəlməsi və həmçində dollara qarşı digər paritədə olan xüsusilə avronun və fondun bahalaşmasını müşahidə edə bilərik. Belə dostlar, ümid edirəm faydalı olmuşdur. Bitcoin ilə bağlı ayrıca bir analizimiz olacaq, onu da paylaşacağam. Sağ olun dostlar.